Hörmətli izləyicilər, əziz tamaşaçılar, Qərbi Azərbaycana doğru verilişinin növbəti efir saatında sizləri xoş gördük. Qərbi Azərbaycana qayıdış dünən olduğu kimi bugün də prioritetdir və Qərbi Azərbaycanlılar öz tarixi torpaqlarına qovuşana qədər bu məsələ həm Azərbaycan ictimai fikrində aparıcı ideyalardan biri olaraq qalacaqdır, həm də Azərbaycan diplomatiyasının başlıca vəzifələrindən biri olacaqdır. Yəni Qərbi Azərbaycana qayıdış ümumilli bir vəzifədir, ümumilli bir çağırışdır və bunun üçün demək Azərbaycanın həm rəsmi siyasəti, həm qeyri-rəsmi institutları bu prosesin uğurla başa çatması üçün əlindən gələni edəcəkdir. Ən son Azərbaycan prezidenti Ermənistan və Azərbaycan arasında mümkün sülhlə bağlı öz fikirlərini səsləndirdi. Nəticə etibarilə niyə biz bu məsələni mümkün sülhlə əlaqələndiririk? Ona görə ki, sülh olmasa bu məsələ yəqin ki, baş tutmayacaqdır və Qərbi Azərbaycanlıların öz torpaqlarına, öz yurd yuvalarına qayıdışı da yalnız sülh şəraitində mümkündür. Çünki Qərbi Azərbaycana qayıdış bir sülh layihəsidir. Hər şeydən öncə, necə ki, bu qayıdış konsepsiyasında da öz əksini tapıbdır. Azərbaycan prezidenti iki məsələyə toxundu sülhün əldə olunması üçün. Mənə elə gəlir ki, söhbətimizə buradan körpü salıb irəliyə doğru geçsək, daha obyektiv nəticələrə gələ bilərik. Bu iki məsələ nədən ibarət idi? Studiyamızın qonağı çox hörmətli İlyas müəllimlə bu məsələləri müzakirə edəcəyik. İlyas Hüseynlə. İlyas müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Mənə çox xoşdur sizin qonağınız olmaq. Təşəkkür edirəm. Deməli, Azərbaycan prezidenti sülhün olmazsa olmazı kimi iki fikir səsləndirdi. Bunlardan biri Ermənistan konstitusiyasının dəyişməsi, ikincisi ATƏT Minsk qrupunun ləğv olunması. Biz söhbətimizə buradan başlayaq, görək sülhə doğru nə qədər məsafə qət edə bilərik və bu iki məsələnin, bu iki şərtin həll olunması üçün nələrə ehtiyac var və Ermənistan hansı addımlar ata bilər? Minnətdaram, hörmətli Hikmət müəllim. Mən hər yerdə böyük qürurla deyirəm ki, mənim elmi rəhbərim Hikmət müəllimdir. Siz bizə ağsaqqal olmusunuz, böyük olmusunuz və bugün də mən böyük sevinclə sizin qarşınızda çıxış edirəm, həm də böyük məsuliyyətlə. Söylədiyiniz fikirlər əlbəttə ki, regional sülh, sabitlik və təhlükəsizlik sistemi ilə bağlı hazırda həm bizim rəsmi mövqeyimizi əhatə edir, həm də tələblərimiz bunun içində vardır. Və bu tələblər dünya mətbuatında ayrı-ayrı riyakar, mənfur qrupların, şəxslərin təqdim etdiyi kimi Azərbaycanın sülh əleyhinə tələbləri kimi yox, uzun müddətdir ki, müzakirə olunur. Ən azı 2 ildir ki, bu məsələlər siyasi gündəlikdədir və davamlı olaraq Azərbaycan bu məsələlərin həllini, implementasiyasını tələb edir. Bu, doğru söylədiyiniz kimi, Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Lakin razılaşdırılan sülh müqaviləsinin layihəsində də bir mühüm bənd var ki, bu da Ermənistan-Azərbaycan sərhəddində 3-cü qüvvələrin geri çəkilməsi ilə bağlıdır. İndi maraqlıdır ki, sülh müqaviləsi imzalansa, Avropa İttifaqının bu mülki missiyası regionu tərk etməlidir. Tərk edəcəkmi? Yəni, burada Ermənistanın siyasi iradəsi çatacaqmı bu Minsk qrupunun, daha doğrusu mülki missiyanın regionundan çıxartsın və ya Avropa İttifaqı Ermənistan üzərindən öz maraqlarından geri çəkiləcəkmi? Bu da hesab edirəm ki, bir açıq qalan sualdır. Digər tərəfdən Minsk qrupu ilə bağlı Azərbaycan dəfələrlə öz mövqeyini ifadə etmişdir. Bu qrupun mandatı altında keçirilən danışıqlar nəticəsində Azərbaycanın bir qarışda torpağı azad olunmadı və turizm diplomatiyası, danışıqların imitasiyası, müxtəlif terminlərlə Azərbaycan siyasətşünaslığında bu institutu adlandırıblar, amma həqiqətən də hazırki reallıqlara uyğun deyil. Hətta bunu Ermənistan tərəfi də etiraf edir. İndi maraqlıdır ki, ATƏT-in katibliyinə əgər Bakı və İrəvan müraciət eləsə, ATƏT hansı ki, konsensus əsasında fəaliyyət göstərir, buna nə cür reaksiya verəcək? Həmsədr dövlətlər buna səs verəcəklərmi? Hər iki dövlətin müraciətinə hörmətlə yanaşacaqlarmı? Bu da bir açıq qalan sualdır. Ermənistan konstitusiyasının dəyişdirilməsi isə çox mühüm əhəmiyyətə malikdir ki, bir dəfəlik hüquqi zəmində Azərbaycana qarşı heç bir ərazi iddiası qalmasın, revanşizm üçün əsas formalaşmasın. Çünki Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanın müstəqilliyi haqqında bəyannaməsinə istinad edilir. Orada isə hamının məlum bildiyi bu Miatsum, Qarabağın Ermənistanla birləşməsi ifadəsi keçir. Və bunun qarşısını almaq üçün bir dəfəlik Ermənistan konstitusiyasının dəyişdirilməsi lazımdır. Lakin Ermənistanın siyasi rəhbərliyi
konstitusiyanın dəyişməsi adı altında həm də bir tərəfdən öz hakimiyyətini möhkəmləndirmək, qarşıdakı seçkilər üçün, özü üçün yol açmaq məqsədləri var. Digər tərəfdən Avropa İttifaqına üzvlük məsələsində irəli sürür, hansı ki, Ermənistan parlamentinin müvafiq komitəsində baxışdan keçirildi, müzakirə olundu, ümumi plenar iclasda qəbul olundu. Hətta Ermənistanın baş naziri bu qanun layihəsində imzalayıb. İndi yeganə məsələ qalıb, referenduma bunu salıb, ictimai rəyi, ümumxalq rəyi öyrənmək. Görürsünüz ki, konstitusiyanın dəyişdirilməsi heç də Ermənistan tərəfindən sülhə baxış kimi təqdim olunmur. Bir tərəfdən hakimiyyət möhkəmləndirilir, digər tərəfdən Avropa İttifaqına üzvlük məsələsi də salınır. Amma maraqlıdır ki, Brüsseldə Ermənistana nə dəvət ediblər, nə də gözləyirlər, nə belə bir çağırış vardır ki, Ermənistan bizim maraqlarımızın bir hissəsidir, ayrılmaz parçasıdır. Ermənistan özü bugün bu turbulent Cənubi Qafqaz, böyük bir coğrafiyada baş verən proseslər fonunda özünü Avropada görür. Bu da Rusiya ilə münasibətlərdə kəskin ziddiyyətə, Avrasiya İqtisadi Birliyində olan çətinliklərə, iqtisadi zərərlərə və bu kimi bir sıra iqtisadçıların hesablamalarını gətirib çıxarır. Təşəkkür edirəm. İlyas bəy, mən istəyirəm Ermənistan konstitusiyasının dəyişilməsi məsələsinə bir də Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtması perspektivindən baxaq, görək bu nə qədər əhəmiyyətlidir. Mənə elə gəlir ki, Qərbi Azərbaycanlıların qayıdışı və Ermənistan konstitusiyası arasında birbaşa əlaqə var. Bu məsələnin iki tərəfi var. Bunlardan biri nədir? Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı bir ərazi iddiası olacaqsa, bu Ermənistan ictimai rəyindəki Azərbaycanlılara qarşı etnik nifrətin hüquqi müstəviyə transfer olunması deməkdir və canlı tutulması deməkdir. Yəni, hər bir Ermənistan vətəndaşına, erməniyə hüquqi əsas verir ki, Azərbaycanlılara qarşı öz şuurunda etnik nifrətlə silahlansın. Nəticə etibarilə o elə düşünəcək ki, Qarabağ ermənilərindir və bu Ermənistan konstitusiyasının öz əksini tapıb. Bu, Qərbi Azərbaycanlılarla öz tarix torpaqlarında qayıtmalı olan Qərbi Azərbaycanlı ermənilərin birgə yaşayışına ciddi hüquqi zərbə vuracaqdır. Yəni, çünki Qərbi Azərbaycana qayıdış konsepsiyasında qeyd olunan məsələlərdən, prinsiplərdən biri qayıdacaq Qərbi Azərbaycanlıların Ermənistan konstitusiyasına əlçatanlığının təmin olunması, inklüzivliyinin təmin olunması. Bu məsələnin bir tərəfi, xahiş edirəm, bu aspektdən bir baxaq Azərbaycan prezidentinin bu haqlı tələbinə. İkinci nədir? İkinci məsələ, Paşinyan bilirsiniz ki, 14 maddəlik yeni konstitusiya layihəsi prinsiplərindən çıxış edib. Onlardan biri nədir? Orada qeyd olunur ki, Ermənistan konstitusiyası ermənilərin və Ermənistanda yaşayan qeyri-ermənilərin hüquqlarını müdafiə edən başlıca sənəddir. Bugün Ermənistanda qeyri-ermənilər adına yaşayan bir neçə ruslar varmı? Yəni o sual. Bir də bir kənddə yaşayan, səhv eləmirəmsə, uzaqbaşı bir neçə kənd ola bilər, Yezidi kürdləridir. Yəni, bunlar da ruslar orada daimi deyil, yəqin ki, bəlkə bugün artıq Rus da qalmayıb ümumiyyətlə, ona görə monoetnik dövlət deyil və bir kənd üçündə, Yezidi kürdlər üçündə konstitusiya bu maddə əlavə edilə bilməz. Siz necə bilirsiniz, buradan bir ümid işarəsi gəlirmi? Yəni, qeyri-erməni əhali deyəndə görəsən Paşinyanın şüur altında ifadə etdiyi məzmun Azərbaycanlıların öz tarix torpaqlarına geri qayıtması və Ermənistan konstitusiyasına onlara şamil olunması məsələsi midir, yoxsa deyilmi? Bax, bu iki suala ayrı-ayrı cavab istəyirəm sizdən mümkünsə. Çox mühüm məsələlərdir, çünki perspektivi əhatə eləyir. Bizim üçün maraqlıdır ki, qonşu dövlətdə baş verən proseslər həqiqətən sülhə doğrudurmu və eyni zamanda bu transformasiyalar hüquqi zəmində nə qədər sülhü formalaşdıracaq, belə bir şuurda dəyişiklik varmı? Çünki birgə yaşayış, dövlətlərarası münasibətlərin qurulması üçün şuur təmizlənməlidir, şuur dəyişməlidir. Düşmənçilik, nifrət nitqi və uzun illər ərzində erməni ideologiyasının formalaşdırdığı düşmənçiliyə son qoymaq lazımdır. Çexoxronizmdən tutulmuş, daşnaqsizm ideologiyasına və digər terror təşkilatların fəaliyyətlərinə, asalar da daxil olmaqla bütün hamısı dənizdən dənizə böyük Ermənistan, regionda bütün xalqlara, toplumlara qarşı terror siyasəti, bunların
fundamentini təşkil edir. İndi bunu təmizləmək lazımdır. Bu şuuru dəyişmək lazımdır. Ona görə Ermənistanın baş naziri müxtəlif regionlara səfərlərində, yeri gəlmişdən onun növbəti il parlament seçkilərində əsas şüarı da real Ermənistan olacaq. Bəli. Yəni bir zamanlar xalqla dialoq əsnasında çıxan bir termin daha sonra əlindəki xəritəyə çevrildi və o xəritə ilə gəzirdi bütün ölkə ərazisini. İndi onu bir konsepsiyaya çevirib və bununla seçkiyə gedir. Və həqiqətən real Ermənistan olacaqmı? Və real Ermənistanı yaratmaq üçün Ermənistanın hazırki siyasi establishmenti nə etməlidir ki, həm region üzərində maraqları təmin olunmaq üzrə olan müxtəlif bu geosiyasi güc mərkəzləri neytrallaşdırsın, daxildə müxalifəti eləsin, hakimiyyətini möhkəmləndirsin və buna xalq dəstəyi olsun. Bax, bu əsas bugün onların qarşısında əgər sülhə müsbət yanaşırlarsa əsas vəzifədir. Lakin burada bu eşit asan məsələ deyil. Çünki sülh yönündə istənilən bir addım atılanda daxildə böyük reaksiyaya səbəb olur. Burada daxildə keçirilən hətta son bələdiyyə seçkilərinin nəticəsi də hesab edirəm ki, bir ictimai nəticədir, bir sorğu nəticəsidir. Çünki Gümrüdə bilirsiniz ki, bələdiyyə seçkilərinin nəticəsi işte hakim partiyanın ürəyincə olmalı. Doğrudur. Və istənilən sülh istiqamətinə olan addım, məsələn deyək ki, Qazaxın 4 kəndinin Azərbaycan nəzarətinə verilməsi və yaxud Azərbaycanın narrativlərinin müəyyən formada, hətta bəyanatlar səviyyəsində təsdiq olunması Cənab Prezidentin çıxışlarının hansısa bir formada Ermənistanda inikasına cavab, reaksiya, müxalifətin hərəkətlənməsinə, müxtəlif bəyanatlara, müxtəlif güc mərkəzlərinin hərəkətə gəlməsinə gətirib çıxarır. Və burada biz deyə bilmərik ki, vahid fikir var ki, Azərbaycanla sülhə Ermənistan əhalisi hazırdır. Hələ biz dünya erməniliyini, kilsəni unutmayaq da, bu diaspora təşkilatlarının da güclü təsiri vardır. Onlar ayrı bir reallıqda yaşayırlar. Aydındır. Digər məsələ isə sizin söylədiyiniz insan və vətəndaş hüquqları ilə bağlıdır Ermənistan konstitusiyasında və bu mühüm bir məsələdir. Və ola bilər ki, bunu da açıq şəkildə bəyan etmədən Azərbaycanlıların Qərbi Azərbaycan torpağına qayıdışı, deyək ki, Qərbi Azərbaycan dedikdə İrəvan, Göyçə və digər əraziləri, harada ki biz tarixən yaşamışıq, orada bizim nə cür bu konsepsiyada da qeyd olunduğu kimi təhlükəsiz və ləyaqətli şəraitdə yaşayışın təminatı hüquqi zəmində bərkidiləcəksə, artıq Ermənistanın buradan nə imtina etmək bir çıxış variantı olacaqdır, eyni zamanda artıq məcburdur ki, bu qayıdışı təmin eləsin. Bu da elə sülh prosesinin bir tərkib hissəsidir. Əgər əvvəldə deyək ki, Azərbaycanın, Qərbi Azərbaycan iddialarına hansısa bir formada Ermənistanda bir negativ bir mövqe formalaşırdısa, indi Ermənistanda da baxmayaraq ki, bunu inkar eləyirlər və Ermənistanın baş nazirinin dediyi kimi Qərbi Azərbaycan, Azərbaycanın qərb ərazilərində Qazaxdan Zəngilana qədər hissəni necə söyləmişdi. Bugün onlar da məcbur olaraq qəbul edirlər ki, bu hüquqların imtinasını həyata keçirə bilməyəcəklər və mütləq surətdə bu birgə yaşayış sülh konsepsiyası çərçivəsində icra olmalıdır. Çox təşəkkür edirəm İlyas bəy, gəldiniz, qonağımız oldunuz və mənə bir şeyi xatırlatdınız. Doğrudan da mənim üçün də böyük qürur mənbəyidir ki, bir alim kimi tələbələrim və yaxud elmi rəhbərliyi olduğum gənc alimlərimizdən birgə işləyirik. Onların fikrindən mən faydalanıram. Bax ki, mənim də fikrimdən bəlkə siz faydalanırsınızsa, bu da çox böyük bir qürur mənbəyidir. Var olun, çox sağ olun. Çox sağ olun. Dəyərli tamaşaçılar, İlyas bəyin bəhs etdiyi Gümrü şəhəri Qəməri sözündəndir. Azərbaycanda çoxlu qəmərli kəndləri var, Gürcüstanda qəmərli kəndləri var. Qam-ər sözündən, söz birləşməsindən əmələ gəlib. Antik mənbələrdə Kemerlər kimi gedir bu ad və qam bilirsiniz ki, bizim dini ideoloji liderimiz olub tanrıçılıq inancında ərsə savaşçı deməkdir. Qam ərlərin vətənidir Gümrü. Gümrü şəhərindən mənim doğulduğum kəndin arası 53 kilometrdir. Nəyə görə deyirəm? Gümrü şəhəri erməni millətçiliyinin mərkəzlərindən biri idi. Çünki əvvəlcə nəzərdə tutulmuşdu ki, İrəvanın yox, Gümrünün paytaxtı olaraq Ermənistana verilməsi və 9000 kvadrat kilometr ərazi Gümrü ətrafında ermənilərin dövlətinin yaradılması məsələsi. Sonradan həmən dövrdə
Gümrü də daxil olmaqla, mənim doğulduğum Amasya rayonunda daxil olmaqla Şərqi Anadolunun Cənubi Qafqazla birləşən hissəsi Osmanlı Türkiyəsinin nəzarətində olduğuna görə Azərbaycan Demokratik Cümhuriyyəti İrəvanı paytaxt kimi verdi ermənilərə və İrəvan ətrafında 9000 kvadrat kilometr ərazini verdi. Ona görə də real Ermənistan nə Paşinyanın dediyi kimi 29,8 min kvadrat kilometr ərazisi olan Ermənistandır, nə də Paşinyanın sevərək əlində hamıya göstərdiyi o xəritədəki Ermənistandır. Real Ermənistan, hüquqi Ermənistan həmən o 9000 kvadrat kilometr Ermənistandır ki, ermənilər o real Ermənistanı o cür təsəvvür etməlidirlər. Mən elə gəlir ki, onda Qərb Azərbaycanlıların öz tarixi torpaqları da qayıdışı daha asanlıqla, daha tez başa baş tuta bilər. Beləliklə, növbəti efir saatımız sona çatdı. Sağ olun və gələn görüşlərə dək.